1879-cu ildə Almaniyada, Ulm şəhərində Yəhudi ailəsində bir oğlan anadan oldu. Öncə ona babasının adını qoymaq istədilər. Sonra atası fikrini dəyişib körpəyə Abraham deyil, Avropa sayağı Albert ismini qoydu. Albertin anasını narahat edən, uşağın bədəninə uyğun olmayan böyük başı idi. Lakin ata ananı sakitləşdirib dedi ki, oğlu çox ağıllı biri olacaq. Albert Einstein'in atası German Einstein ailəsinin işini davam etdirirdi. Döşək satırdı. Anası Polina çox zəngin ailənin qızı idi. Polina gözəl piano çalırdı. Qızı Maya və oğlu Albert da musiqiyə məhəbbət aşlayırdı. Alberti Yəhudi məktəbinə deyil, Katolik məktəbə göndərdilər. Düşündülər ki, Albert burada gözəl təhsil ala biləcək. Məktəbdə Albert yaxşı oxuyurdu. Lakin orada çox darıxırdı. Dəqiq fənlərə həvəs göstərirdi. Məktəbi bitirdikdən sonra 1895-ci ildə Albert İsveçə, Zurixa, Politexnik Universitetinə daxil olmaq üçün gəldi. Lakin imtahanı verə bilmədi. Botanika, zoologiya, fransız dilindən kəsildi. Bir il hazırlaşıb, ikinci dəfədən Zurixdəki universitetə daxil oldu. Əvvəlcə mühəndis fakültəsinə daxil olmaq istədi. Sonra fizika fakültəsini seçdi. 2 il Albert çox gözəl oxudu. Sonra darıxmağa başladı. Sevmədiyi fənlərə girmirdi. Vaxtını laboratoriyada keçirirdi. Yalnız fizika ilə məşğul olmaq istəyirdi. Qrupda 5 oğlan, bir qız oxuyurdu. Mileva adlı bu qız Slovakiyadan gəlmişdi. Çox savadlı bir qadın idi. O da Albertə qoşulub dərslərə girməməyə başladı. 1900-cü ildə tələbələr imtahan verdilər. Albert siyahıda sonuncu idi. Bu nəticə ilə professor yanında köməkçi kimi çalışa bilərdi, lakin professorlar onu istəmirdilər. 1901-ci ildə Albertin 22 yaşı vardı və o işsizdi. Mileva isə Zurich Universitetində repetitor kimi çalışırdı. Sonra Mileva'nın hamilə olduğu bilindi. Albert valideynlərinin yanına gəldi ki, evlənmək üçün onlardan xeyir-dua alsın. Lakin valideynləri Yəhudi və Alman olmayan bu qızı istəmədilər. Albert Mileva'ya yazırdı. Anam tez-tez göz yaşı dökür. Onlar deyirlər ki, səninlə evlənsəm, bu izdivac mənə uğur gətirməyəcək. Mileva valideynlərinin yanına Slovakiyaya geri döndü. Bir qız övladı doğdu. Albert Mileva'ya yazdı ki, körpəni kiməsə himayə versin. Tarixdə həmin qız haqqında bir xəbər yoxdur. Bəlkə Albertin ilk övladı elə kiçik yaşda vəfat edibmiş. Albert evdə oturub istədiyi qədər kitab oxuyurdu. İş üçün müxtəlif yerlərə məlumat göndərmişdi, cavab gözləyirdi. 1902-ci ildə Albert nəhayət ki, klerk kimi çalışmağa başladı. İşə öz əl yazmalarını aparıb, boş vaxtlarında onu gözdən keçirirdi. Qəflətən Albertin atası vəfat etdi və o nəhayət ki, Mileva ilə evləndi. Kirayə tutub yaşamağa başladılar. Albert xanımından çox razı idi. Çünki Mileva ona diqqət yetirirdi. İşlərində yardım edirdi. Gözəl yemək pişirirdi. Mileva isə anlayırdı ki, artıq öz elmi fəaliyyətini unutmalıdır. Bir ildən sonra onların Gans adlı bir oğul övladları dünyaya gəldi. Boş vaxtlarında Albert fizika ilə məşğul olurdu. Elmi tədqiqat nəşrləri ilə əməkdaşlıq edirdi. Fizika aləmində olan yenilikləri oxuyub, qısa məzmununu həmin nəşrlərə göndərirdi. Bir il ərzində Albert 4 elmi məqalə çap etdirdi. Özünün Molekulların Yeni Ölçüləri adlı elmi yazısını Zurixa göndərdi. 1906-cı ildə ona fizika üzrə doktor adı verdilər. 1909-cu ildə Albertin bitirdiyi Zurich Universitetində professor yeri boşalmışdı. 2 namizəd vardı. Einstein və Adler adlı çox məşhur bir fizikaçı. Professorlar Adlerə səs vermək istəyirdilər. Lakin Adler öz namizədliyini geri götürdü. Məsləhət gördü ki, bu yerə Einsteini seçsinlər.
30 yaşında Einstein öz akademik fəaliyyətinə başladı. Elə həmin vaxtlar şəxsi həyatında boşluq vardı. O artıq xanımını sevmirdi. Sonra Einsteinə Praqa Universitetinə rəhbərlik etmək təklifi gəldi. Lakin adam orada çox qala bilmədi. Almaniyadan ona yeni təklif gəldi və 34 yaşında Albert Elmlər Akademiyasının ən gənc işçisi oldu. Einstein xanımı ilə bir neçə maddədən ibarət müqavilə tərtib etmişdi. Müqaviləyə görə qadın təmizliyə riayət etməlidir. Einsteinə yaxşı yeməklər bişirməli idi. Ondan isə heç bir sevgi gözləməməli idi. Öncə Mileva bunlara razı oldu. Sonra uşaqları götürüb Zürixə getdi. Birinci Dünya müharibəsi başladı. Einstein müharibə əleyhinə idi və öz işini aparırdı. 40 yaşında Einstein Avropada tanınmış bir alim idi. Lakin Times qəzetində çıxan bir məqalə onu dünyaya məşhur etdi. Onun kəşflərindən yazan məqalə Einsteinin necə görkəmli alim olduğunu göstərdi. 1915-1916-cı illərdə alimin irəli sürdüyü xüsusi nisbilik nəzəriyyəsi üzərində təkmilləşdirilmiş cazibə qüvvəsinin həndəsi nəzəriyyəsi, qravitasiya effektlərinin fəza zamanı müstəvisində yerləşən fiziki cisim və sahələrinin qüvvə qarşılıqlı təsiri, qeyri-kütlə enerjisi və sair haqda yazdığı məqalələr onun həqiqətən dahi biri olduğunu göstərirdi. 1919-cu ildə Einstein Milevadan boşandı. Qadın bunu istəməsə də ediləcək bir iş yox idi. 3 aydan sonra Einstein əmisi qızı Elza ilə evləndi. Onlar Bavariya məhəlləsində 9 otaqlı evdə kiraya qalırdılar. Elə həmin zamanlar Almaniyada Yəhudilərə qarşı nifrət kampaniyası başladı. Bəziləri 1-ci Dünya müharibəsində Almaniyanın məğlubiyyətini Yəhudilər ilə əlaqələndirirdilər. Onları günahkar bilirdilər. Einstein isə heç vaxt Yəhudi olduğunu büruzə verməmişdi. Bu kampaniyadan sonra hər yerdə öz mənşəyi haqda danışırdı. O bilirdi ki, bəzi ölkələrdə Yəhudilərə universitetdə oxumağa icazə belə vermirlər. Ona görə Yəhudilər üçün xüsusi universitet yaratmaq istəyinə düşdü. 1921-ci ildə Albert Einstein fizika üzrə Nobel mükafatına layiq görüldü. Şəhər ona ev hədiyyə etmək istədi. Bundan xəbər tutan natsistlər ayağa qalxdı, mübahisə başladı. Bundan xəbər tutan Einstein evdən imtina etdi. Özü özünə ev tikdi. Amerikaya səyahət edən Einstein Yəhudi Universiteti üçün pul toplamağa başladı. Sonra Yaponiyaya, Şri-Lankaya, Singapura, Fələstinə gəldi. Elə həmin vaxtlar Hitler zindanda, həbsdə idi. Sonra Hitler həbsdən çıxdı, seçkilərdə qalib gəldi və Einsteinə qarşı təhqirlər başladı. Amerika universitetlərinin birindən Einsteinə iş təklifi gəlmişdi. Einstein tez-tez Amerikaya gedib gəlirdi. Bir dəfə vətəni Almaniya dönəndə ona dedilər ki, natsistlər onun evini dağıdıblar. 1933-cü ildə Einstein Amerikaya getdi və bir daha geri dönmədi. 1939-cu ildə şayələrə görə almanlar uranın parçalanmasından istifadə edib yeni bomba tədqiqatlarına başlamışdılar. Amerika alimləri Prezident Rooseveltə məktub göndərib dedilər ki, almanlar nüvə bombası üzərində çalışırlar. Bu siyahıda Albert Einsteinin də imzası vardı. Lakin onu bu tədqiqatlara yaxın buraxmadılar. Çünki Albert Einstein fizika qədər qadınlara da maraq göstərirdi. Onun saysız hesabsız məşuqələri vardı və bu məşuqələrindən biri Rus casusu imiş. 1945-ci ildə Amerika Yaponiyaya nüvə bombası atdı. Bunu bilən Albert Einstein çox kədərləndi. Çünki o özünü bu faciədə günahkar bildi. 1952-ci ildə İsrailin ilk prezidenti vəfat etmişdi. Albert Einsteinə prezident olmaq təklifi gəldi. Lakin alim bu təklifdən imtina etdi. Bildirdi ki, o xəstədir və yaşlanıb.
Artıq o yaxınlarını itirmişdi və həqiqətən qocalmışdı. 1955-ci ildə Albert Einstein öz evində ürək tutmasından yıxıldı. Lakin xəstəxanaya getmək istəmədi. Səhəri gün bu ürək tutması yenidən təkrarlandı. Xəstəxanaya gedən alim bu dəfə əməliyyat olmaq istəmədi. O bilirdi ki, ölür və övladlarını çağırıb vidalaşdı. 1955-ci ilin aprel ayında vəfat etdi. Albert Einsteinin 76 yaşı vardı. Vəsiyyətinə görə cəsədi yandırılmalı və zərrəcikləri kainata qovuşmalı idi. Thomas Harvey adlı patolog onun cəsədindən beynini çıxardı, xüsusi mayeyə qoydu. O bu dahinin beyninin odda yanmasına dözə bilməzdi. Sonra Albert Einsteinin beynini 240 hissəyə bölüb məşhur neyrofizioloqlara göndərdi ki, belə zəkalı olmasının səbəbini tapsınlar. Əlbəttə ki, alimlər heç bir səbəb tapmadılar. Albert Einstein 20-ci əsrdə fizikada kəşflərə imza atmış bir şəxsiyyət idi. O həmişə sülh tərəfdarı olmuşdu.